Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz Azərbaycan Atabəylər dövləti. Yaradıcısı Şəmsəddin Eldənizdir. 1136-cı ildən 1225-ci ilə qədər mövcud olub Atabəylər dövləti. Şəmsəddin Eldəniz Qıpçaq türküdür. Şəmsəddin sözünün mənası dinin günəşi deməkdir. Şəms günəş, din bizim bildiyimiz dindən söhbət gedir. Deməli, İraq Səlcuqlu Sultanlığı haqqında biraz danışaq. Böyük Səlcuqlu Sultanlığının zəifləməsi fonunda yaranan dövlətlərdən biri də İraq Səlcuqlu Sultanlığıdır. 1118-1194-cü illərdə mövcud olub. Deməli, Şəmsəddin Eldəniz qulam olaraq alınmış və sarayda 2-ci Toğrulun əmiri vəzifəsinə qədər, əmirlərindən biri vəzifəsinə qədər yüksəlmişdi. Eyni zamanda 2-ci Toğrul onun sədaqətini nəzərə alaraq və intriqadan uzaqlığını nəzərə alaraq Arslan Şahın oğlu Arslan Şahın Atabəyi təyin edir. Kimi? Şəmsəddin Eldənizi. Kim? 2-ci Toğrul. 2-ci Toğrul kimdir? İraq Səlcuqlu Sultanıdır. 1136-cı ildə İraq Səlcuqlu Sultanı Sultan Məsud Arranı iqta olaraq verir Şəmsəddin Eldənizə. Şəmsəddin Eldəniz İraq Səlcuqlu Sultanlığından asılı formada Arranı idarə etmək üçün gəlir hara? Bərdəyə. Bərdə iqamətgah idi o zaman. Gəlir. Və Bərdədə ətrafına yerli feodalları toplayaraq, öz nüfuzunu onların içində yüksəldərək Sultan Məsudə olan asıllıqdan çıxır və deməli dövlət yaradır. Eldənizlər dövlətini, Atabəylər dövlətini yaradır. İlk paytaxt Naxçıvan şəhəri olur. Naxçıvan şəhəri Eldənizin hakimiyyəti dövründə ən yüksək çiçəklənmə dövrünü keçirir. Deməli bir qeyd var, onu diqqətinizə çatdıraq. Gürcüstanı ələ keçirdikdən sonra, Gürcüstanı tabe etdikdən sonra Şəmsəddin Eldəniz və onun varisləri dinc Gürcü əhalisinə əmin-amanlıqla davranmış, onların sosial-iqtisadi şəraitinin yüksəlməsi üçün bir çox tədbirlər görmüşdür və əlavə olaraq xristian din xadimlərinə də xeyirxah davranmışdır. Kim? Şəmsəddin Eldəniz və onun varisləri. Şəmsəddin Eldəniz yaratdığı bu Atabəylər dövlətini böyüdür. Ətraf ərazilərdə tabe edir və cənublu, şimallı bütün Azərbaycan birləşdirilir. 1160-cı ildə oğulluğu Arslan Şah ki var idi, onun Atabəyi idi, 2-ci Toğrulun oğlu, onu sultan elan edir və özü də Böyük Atabəy deməli titulunu qazanır. Neçənci ildə? 1160-cı ildə. Deməli, Arslan Şahın sultanlığı 1161-1176-cı illəri əhatə edir. Bu barədə kim məlumat verir? Bu barədə Sədrəddin Əl-Hüseyni məlumat verir ki, əslində Arslan Şahın adı var idi, eləcə İraq Səlcuqlu Sultanlığını da Şəmsəddin Eldəniz idarə edirdi. Atabəylər dövləti yarandıqdan sonra iqtisadi canlanma və mədəni oyanış baş verir. 1160-cı illərdə Şəmsəddin Eldənizin tabe etdiyi ərazilərə baxaq. Fars, Qəzvin, Ərdəbil, Nişapur, Həmədan, Gilan, Mazandaran, Rey, İsfahan, Mosul, Diyarbəkir, Kirman və Xuzistan. Bu əraziləri də deməli tabe edir, birləşdirir Eldənizlər dövlətinə. Şirvanşahları da asılı hala salır. Deməli, şimalda Dərbənd və Qafqaz dağları, cənubda isə İran körfəzinə qədər olan ərazi Eldənizin hakimiyyəti altında birləşdirilir. Şəmsəddin Eldəniz 50 minlik, deməli 50 minlik daimi süvari qoşun yaradır. Əmirlərin və iri feodalların müqavimətini qırır, onları deməli idarə olunan hala salır. Yəni hakimiyyətlərini məhdudlaşdırır. Davam edirik dəyərli yoldaşlar. 1139-cu ildə Gəncə zəlzələsi baş verir. Biz bunu bilirik 1139-cu ildə. 1-ci Demetri, hansı ki Şirvanşahlarla dostluq münasibətində idi, Azərbaycana torpaq iddialarından əl çəkmişdi. Həmin o 1-ci Demetri Gəncəyə hücum edir. Gəncəyə hücum edir və deməli
qarətlər törədir, əhalinin bir qismini əsir aparır, qənimətlər aparır, eyni zamanda Gəncənin qala qapılarını deməli aparır. Bu qala qapıları indi də Gürcüstanda Kutaisidə Gelat monastırında saxlanılır, Gəncənin məşhur qala qapıları. Deməli 1160-cı ildə Gürcülər hücuma keçir, Dəbili tuturlar. 1161-ci ildə Gürcü hökmdarı 3-cü Georgi Anini tutur. Bu da artıq Şəmsəddin Eldənizin hərəkətə keçməyinə bir səbəb yaradır. 1163-cü ildə Naxçıvan döyüşü baş verir. Eldəniz 3-cü Georgini çox ciddi ağır məğlubiyyətə uğradır. Ağır məğlubiyyət 1164-cü ildə deməli Eldəniz Gürcüstana hücum edir. Naxçıvan döyüşündən sonra, bir il sonra Gürcüstana özü hücum edir. Dəbili azad edir. Dəbili azad edir. 1175-ci ildə hələ deməli hakimiyyətdədir Şəmsəddin Eldəniz. Oğlu Məhəmməd Cahan Pəhləvan, yəni hökmdar deyil burada Məhəmməd Cahan Pəhləvan, diqqətli olun. Deməli Gürcüstana uğurlu yürüş edir. Uğurlu yürüş edir və Aniyə olan iddialarından Gürcüstan əl çəkir. Deməli Dəbilidə Anini də geri aldılar. 12-ci əsrin ikinci yarısında xalqın ümumiyyətlə dinc və yaradıcı əməklə məşğul olduğu dövrdür. Yəni 12-ci əsrin ortalarından, kitabda belə yazılıb, 12-ci əsrin sonuna kimi Eldənizlər dövlətinin idarə olunduğu bu torpaqlarda xalq dinc və yaradıcı əməklə məşğul idi. Gəlirik Məhəmməd Cahan Pəhləvanın hakimiyyət dövrünə. 1175-1186-cı illərdə Məhəmməd Cahan Pəhləvan hakimiyyətdə olub. Şəmsəddin Eldənizin oğludur. 3-cü Toğrulun, yəni sonuncu İraq Səlcuqlu Sultanı 3-cü Toğrulun 1176-1194 hakimiyyətdə olub. Atabəyi idi. Kim? Məhəmməd Cahan Pəhləvan. İqta torpaqlarını öz tərəfdarları arasında bölüşdürüb, daha da sədaqətini artırmışdı ətrafının ona. 50 minlik atası kimi daimi süvari qoşun yaratmışdı. 1175-ci ildə hakimiyyətə gələn kimi paytaxtı Həmədana köçürdü. Hardan köçürdür? Naxçıvandan. Təbrizi Axsunqurilərin əlindən alır. Biz nə demişdik? Rəvvadi nəsildən olan Axsunqurilər Təbrizi də idarə edirdilər. Axsunqurilərin əlindən alır. Vilayətlərin idarəsini oğullar arasında bölüşdürür. Qardaşı Qızıl Arslanı oğlu Əbubəkrin Atabəyi təyin edir. Oğlu sonradan hökmdar olacaq. Qızıl Arslanı çox böyük bir idarə edici vəzifəyə təyin edir. Bu haraydı? Azərbaycan mərkəzi Təbriz olmaqla və üstəgəl Aran. Bu ərazilərə rəhbər olaraq Qızıl Arslanı, qardaşı Qızıl Arslanı təyin edir. İri Səlcuqlu əmirlərinin müqavimətini qırır. Gürcüstana hücum edir. Eyni zamanda Gürcülərin hücumlarını da dəf edir. Həm hücumlarını dəf edir, həm Gürcüstana da yürüşlər edir. Deməli, həm sərkərdəlik dönəmində, yəni şahzadə olduğu dönəmlərdə də Gürcüstana yürüş etmiş 1175-ci ildə, həm də hökmdar olduğu dönəmdə də Məhəmməd Cahan Pəhləvan yürüş etmişdi Gürcüstana. Adına xütbə oxutdurur. Hər da qonşu deməli hökmdarları tabe etdikdən sonra adına onlara xütbə də oxutdurur. Əhər məlikləri Eldənizlərin adına sikkə, pul zərb etdirir. Bunu xüsusilə qeyd edin. Əhər məlikləri. Deməli, hakimiyyətini gücləndirir harda? Mosulda, Hilatda, Farsda, Xuzistanda hakimiyyətini gücləndirir. Atası zaten bu əraziləri tabe etmişdi. Amma görünür ki, bir müddət burada hakimiyyət boşluğu yaranır ki, təkrar olaraq hakimiyyətini bu ərazilərdə gücləndirir. Və Ziya Bünyadovun Azərbaycan Atabəylər Dövləti kitabında belə bir məlumat var. Abbasi xəlifəsini dövlət işlərinə qarışmaqdan kənarlaşdırır. Belə bir sözlə deyir ki, xəlifə getsin, namazını qılsın, ibadətini eləsin, elə işlərdə örnək olsun. Onun nə işi var dövlət işlərində? Bunu deyən Məhəmməd Cahan Pəhləvandır. Dəyərli yoldaşlar, Azərbaycan Atabəylər mövzusu davam edir. İkinci slaydımıza keçirik.